Hı hı. İndi bu testimizde arkadaşlar ne edirik? Mürəkkəb fonksiyonların bəzilərini izah eləyirəm. Bəzilərinin pratik qaydalarını izah eləyəcəm. Bəzilərini işte bu şəkildə. İndi fog 3-ə baxaq. Deməli uşaqlar, fog nə demək idi? F birləşir nə ilə? J ilə. 2x, bir saniyə Mehrab da gəldi. Minus 2 ilə. Fog nə idi uşaqlar? İkincini tamamən birincidə x-in yerinə qoyuruq. 2x plus 2, üzr istəyirəm. 2x minus 2 hara getdi? 2x minus 2-ni yerinə qoyuram, üstəgəlsin 3-də. Olur nə? 2x üstəgəl 1. Tamam, aldığımız fogda da yerinə nəyi qoyuruq? 3-ü qoyuruq. 2 3-ün 6, üstəgəl 1 nə elədi? 7 elədi. Yəni B bəndi. Davam eləyirəm. Amma bu dəfə ikinci misalda fərqli bir metodla eləyəcəm. Keçən dəfə dərs konu anlatımında demişdim. Yəni fogu tapmıram. J5-i tapıram. 5-i yerinə qoyanda eləyir 3. Yəni J5 getdi, yerinə 3 gəldi. İndi də F3-ü tapıram. 3-ü yerinə qoyanda 2 3-ün 6, 6-dan 1 çıxanda nə elədi? 5 elədi. Bax, hər iki metodu izah elədim. Amma ikinci metod, yəni ikinci sorudakı metod daha uyğundur. Çünki bir də əlavə işlem toplama, çıxma, şu bu ehtiyac yoxdur uşaqlar. Gəldik üçüncüyə. Nə deyir? FOF tapmaq lazımdır. Sadəcə FOF-u. Bu da nə olacaq o zaman? F, yəni 3x çıxılsın 1-i birləşdirirəm nə ilə? 3x çıxılsın 1 ilə. İndi bərabərdir 3 çarpı x-in yerinə 3x minus 1 yerinə qoyuram. Olur nə? 9x çıxılsın 3 çıxılsın 1. O da nə edir? 9x çıxılsın 4. Yəni D bəndi. Gəldik dördüncü soru. Eləmisiniz də yəqin ki, Nadir dördüncü soruyu, Kamran. Bəli. Hı -hı. Yenə də fog 2x artı 1 Süleyman birləşir j ilə, yəni x artı 4 ilə. O da nə olacaq? İkincini birincidə x-in yerinə qoyuram. 2 vurulsun. X üstə gəl 4. Üstə gəlinsin 1-ə. 2x üstə gəl 4. 2-yə çarpdığımız zaman 8, o da 1 elədi nə? 9. Yəni C bəndi. Var mı buraya kadar Kamil sualımız? Mehrab, var mı buraya kadar sualımız? Xeyr, mən. İndi burada nə deyir Mehrab? Fogu 6-ya bərabərləyəcək. Gəlin 6-ya bərabərləyək. Yəni burada M oldu, X oldu, onun çox bir önəmi yoxdur. Fog nə deməkdir? İkincini birincidə, yəni X minus 8-i birincidə X-in yerinə qoyuram. Tamam, qoydum. Bərabərdir 6-ya. X çıxılsın 4 bərabərdir 6-ya. X bərabərdir neçəyə? 10-a. İndi deyə bilər ki, bəzən uşaqlar ki, hocam bəs M vermişdik, X-i tapdıq biz, nə əlaqə? Uşaqlar, o funksiyalarda M-i yerinə qoydunuz, X-i yerinə qoydunuz. Yəni o dəyişənin heç bir importantlığı yoxdur. Importantlıq bizdə nədir Kamran? Vacibliyi. Bəli. Allah olsun Kamran. Aha. Tərs fonksiyonlarda olduğu kimi arkadaşlar, indi yenidən tabii buna aid dərsimiz gələn həftə davam eləyəcək. Tamam mı? İndi düz funksiya nədir? Məsələn, F1-i tapaq. F1 nədir? Hanı? F1. 1-i tapıram. Cavabı nə oldu? -1 oldu. Görürsünüz də cavabı -1-dir. İndi bu getdi yerinə F-1 gəldi. F-1 nədir bəs? Burada -1 0 olur. Üstə gəlinsin. Bəs tərs funksiya olanda nə edirik uşaqlar? Tərs funksiya olanda tərsinə, yəni bu dəfə cavabı götürürük. Özünü tapırıq. 2 üstə də 0 gələndə nə edir? 2 edir, yəni D bəndi. Bax, bu soruyu və ya bu sorudakı hər hansı bir məqamı anlamayacaq olan var mı çocuklar? Lütfen harasını anlamadıysanız mutlaka deyin. Xahiş edirəm uşaqlar. Zannedersem no problem. Hara getdi bu kalemim benim? Evet, devam eləyirəm uşaqlar.
7-ci sual. F1. F1 nə deyir uşaqlar? Deyir ki, F1 əgər burada verilən bir ədədi tək isə ikinci sətri, cüt isə birinci sətri istifadə edilir. Yəni tək olduğuna görə yerinə birinci sətri istifadə edilir. Yəni 4-ü 1-ə vuranda elə 4. İndi gəldik F4-ə. 4 çift olduğu üçün 4-ü burada yerinə qoyuruq. 4 2 8, 8-in isə 3 gələndə nə elədi uşaqlar? 11 A bəndi. Kamil, Süleyman, Nadir haranı başlamadınız bu sualda? Şaşdım. Gəldik 8-ə. Güzel bir soru. Buna ait sual demiştik. Kesinlikle J0 isteyecek. Süleyman Lemsen de yəqin ki bu sualı. Bəli. J0. J0 olabilmesi için Kamran x'in yerine mənfi 2 koymamız lazım. Mənfi 2 koymamız lazım. Tamam. Koyduk. Mənfi 6 üstə gəl 1 elədi mənfi 5. Oldu nə? F mənfi 5. Burada mənfi 5'i yerine koyuruq. Mənfi 20 üstə gəlir 3 nə elədi? Mənfi 17 yəni C bəndi. Var mı arkadaşlar bu sualda bilmediğiniz, anlamadığınız? Yoktu hocam.